Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti videomuz ve növbəti videonun səbəbkarları var. Bu dəfə də həmişə kimi və birinci səbəbkar olacaq bizdə Yagi'nin deməli sintetik belə bir fırçamız. Çok güzel zahiri görünüşü var. Yani çok güzeldir. Səhv etmirəmsə 26 milli not diametrdir, nodun diametri budur. Yagi yazısıyla görebilirsiniz, yoksa yok. Çok qəşəng. Performansı da öz yerinde olan çok güzel bir fırçadır. Sonra yoldaşlar, deməli bu günləri yenə də çox hörmətli Orxan abi ilə görüşdük və təbii ki Orxan abi çox fədakarlıq edir bizim kanal üçün. Buradan ona görə çok təşəkkür edirəm və mənə bu gün test üçün növbəti bir sekund. Növbəti belə əlimizin altında olsun. Növbəti deməli başlayaq üz qırxan kremdən, belə Kent adlı kremdir. Çox maraqlı. The Ultimate in Shaving Luxury, bilmirəm, The Skin Conditioning Shaving Cream. Bir sözlə yaxşı olmalıdır. Cooling mentol da var tərkibində, sərindirici. Və üstəgəl burada yazılıb ki, İngiltərə istehsalıdır. Görək, çox təriflədi. Görək, biz istifadə edək, görək nə olacaq. Sonra Aftershave belə losyona keçək. Böyle bir losyondur. Masterman. Çok qəşəng. Bu da deməli sensitive skin üçün, yəni ki qıcırmalar zatları həssaslı dəri üçün, sorry. Budur. Master. Bu da Polşa istehsalıdır. Çünki Made in Poland yazılıb. Artıq burada əgər görə bilsəz, deməli kiçik hərflərlə, bilmirəm, görə biləcəyiz. Yoxsa burada saytlar var. Satıcının, istehsalçının saytları və Aftershave balzam isə olacaq Balm adlı belə bir balzam. Bunu da çox təriflədi. Hələ çox təriflədiklərindən başladım. Birinci Fransa istehsalıdır bu. Deməli balzam, görək nə olacaq. Və əsas səbəbkarı yoldaşlar bizdə olacaq deməli Edwin Jagger'in klonu. Artıq bizim kanalda qısa bir video var idi, nümayiş etmişdim bu üz qırxanı və elə deməli Edwin Jagger'in Poladdan olan 316 adlı üz qırxanın birə-bir klonudur. Görək qırxmaqda necə olacaq. Tiyələr olacaqlar yoldaşlar, Astra tiyələr, hansılar ki öz qutusunda olan Astra tiyələrdir. Sonra nə? Və başlayaq biz. Yox, birinci yükləyək tiyəni. Deməli bu Astra tiyələri bilmirəm. Qutunun üstündə deməli yazılıb ki Sankt Peterburg istehsalıdır və inanmalıyam. Amma yenə də hər ehtimala qarşı burada yanıma bir dənə Gillette Platinum qoydum. İşte birdən Astra işinin öhdəsindən gələ bilməsə, yəni ki, əgər saxta olsa o belə deyək, o nöqtəyə nəzərindən, amma bağlamaya görə, filana görə baxan kimi artıq görünür ki, yəni ki, orijinal tiyələrdir Astra'nın. Burada 4 nöqtə deməli yapışqanı var. Tiyənin üstündə bilmirəm görə biləcəyiz yoxsa bir sekund belə tutun. Aha, gördünüz 4 nöqtəni. Və nömrələnmə hər iki tərəfdə Super Platinum yazılıb falan. Ona görə inanıram. Deməli bunu yükləyirik bizim bu Edwin Jagger'in 316 adlı tevarinin başlığına, yəni budur. Mən burada nə edəcəyəm? Bir şey əlavə edəcəyəm. Məndə belə xüsusi şaibalar var. Qoyum ki, zədələnmə.
Zada olmasın. Eşitim benim. Bunlar birbirine yapışıblar. Bana bir dənə lazımdır. Çox üzürlü sayın. Çox xırda belə bir şaybadır. Aha. Və keçirdik bunun sapının başlığına. Budur yoldaşlar. Deməli, 140-dan hazır. Nə deyəcəkdim? Deməli, bunun qutudan açılmasında mən bunu qeyd etmədim. İndi burada qeyd edirəm. Deyirəm sizə ki, bəs hər iki tərəfdən qulaqlar biraz çıxır. Yəni kifayət qədər çıxır çölə. Hələ azca da olsa çıxır. Bilmirəm, görə biləcəksiniz yoxsa yox. Amma çıxır. Bu. Edwin Jagger'in deməli 316 adlı 140. Bunlar deməli gəlin Kenti açaq. Orxan abiyə həqiqətən çox böyük bir təşəkkürlər. Çox sağ olsun. Bir bu qədər sıxdım bunun içindən. Görək bunu qoya-qıra. İyindən hiss olunur ki, mentol iyisi var. Budur sıxırıq fırçanı tam. Yəni sudan azad edirik, təmiz. Yəni, tərtəmiz və su qalmadı bunun içində. Görürsünüz, sintetik fırçadır. Və hopdururuq deməli bu sabunu fırçanın bu qıllarına. Budur. Görürsünüz. Və indi lazım olduqca azca, asta-asta əlavə edirik deməli suyu ki, köpükləndirək. Deməli, məsləhətlidir ki, su biraz qaynar yox, isti çox oldu deyəsən. Amma neyək? Qarışdırırıq. Su çox oldu. Dərhal bubble'lar çox böyüdü. Bilərəkdən sintetik fırça seçdim. Niyə görə yoldaşlar? O ki, belə deyək, adətən kremlərin sərfiyyatı çox olur və belə deyək, təbii qıldan olan fırçalarda o deməli bu kremdən istifadə çox olacaq. Ona görə krem deməyim deyil. Yəni özü də İngiltərədən gələn. Ona görə məhz mən bu sintetik fırçanı seçdim ki, sərfiyyatı azaldım. Zaten adına deyil. Biraz da əlavə elədim suyu, kremin. Suyu əlavə elədik, biraz da qarışdıraq. Az qalıb, çox az qalıb. İşıq sürəti ilə deməli bu köpük alınır. Çox keyfiyyətli bir, belə deyək, fırçadır. Çox xoşuma gəlir. Ümumiyyətlə, sintetik fırçalar bu sürətə görə çox sürətlidirlər, köpükləndirməyə görə. Artıq hazırdır yoldaşlar və keçirdik köpüyü bizim üzümüzə. Studiyada istidir. Hazırıq yoldaşlar. Deməli, 140 prosesə keçə bilərik. Studiyada həqiqətən də çox istidir. Çox. Və başlayaq yoldaşlar. Astra tiyərləri, deməli 316 adlı 140-an Edwin Jagger'in klonu, Comfort adlı Çin istehsalçı, deməli biz bunu AliExpress'dən əldə etdik. Saqqalın deməli yaşı hardasa 5 günə yaxındır. Çox belə deyək də, hansı üzürlü səbəblərdən üzümü qırxanmadım.
Ona görə bu gün fürsəti əldən verməmək üçün tez bir zamanda üzümü qırxıb gedib yatdım. Gecdi, çox gecdi. Biraz öncə duş da qəbul edim. Yəni ki, üzüm idealdır və ümid edirəm tıraş da çox qəşəng alınacaq bu günlər bizdə yoldaşlar. Başladıq. Və yoldaşlar davam edə bilərəm bir tərəfdən. Gördüyünüz kimi heç etmədən böyümə istiqamətdə bu üz qırxan üzümü qırxdı. Qəp kifayət qədər böyükdür və ekspozisiyada var. İnanırsınız siz? Heç buna ikinci pərdəyə ehtiyac yoxdur. Yəni kifayət qədər effektiv alınır. Qəşəng götürür. Bilmirəm, Coşqun abi, deməli Türkiyədə olan bizim tıraş sevən hocamız, siz deyin görün, bu orijinal da belədir, yəni ki, hiss olunur tiyə də, filan da, yəni ki, qəşəng götürür, yəni məhv elədir. Belə orta aqressiv üz qırxan deyil. Effektivliyə malik olan üz qırxan deyil, daha çox effektiv olan üz qırxanlara daha çox yaxındır məncə. Oy. Görün, baxın. Deməli, mən bir dəfəyə götürür, apar. Hamısını apar. Kəsməyi də yaxşıdır, görürsünüz. Nəysə kəsdi orada. Davam edirik. Sapı, ergonomikası falanı pis deyil, yaxşıdır. Mən düşünmüşdüm ki, sap əlimdə sürüşəcək, amma sürüşmədi. Burada nəsə çıxıntı var idi, kəsdi getdi onu. Və çox qəşəng alınıb yoldaşlar. Artıq birinci pərdədən sonra daha ehtiyac yoxdur davam etmək. Yəni o qədər effektiv oldu. Hətta mən bununla əks istiqamətə qırxmağa belə artıq ehtiyat edirəm. Bəli, kifayət qədər effektiv idi, xoşuma gəldi. Çox xoşuma gəldi. Düşünürəm Orxan abi sevdiyi, belə deyək, o böyük qəplə olan üz qırxanlara bənzəyir. Yəni məhz onun belə xoşladığı belə çox effektiv üz qırxanlara oxşayır. Görək, davam edirik.
Ən qorxduğum deməli bu böyümə istiqamətin əksinə qırxacaq yoldaşlar. Görək nə gəlir başımıza. Biraz da ehtiyat edirəm, görək nə gələcək. Nə olacaq? Yoldaşlar, çox qəşəng bir tıraş alındı. Yəni ki, birbaşa gidiyyəsidir. Bircə buraları mən ehtiyat elədim, yəni ki, üstünə təzyiq etmədim. Biraz boğaz hissəni gəzdirim. Bundan da qara komediyanı. Mükemmel yoldaşlar. Saqqalı məhv elədi, getdi. Artıq fikirlər var və üzümü soyuq, sərin su ilə yaxalayıb qaydam yanınıza. Tez bir zamanda. Yenidən sizinləyəm yoldaşlar. Deməli, gəlin avtoşevi istifadə edək. Polşa deməli istehsal olan Masterman adlı sensitive skin, yəni ki, ayaqlarda yadımdan çıxmışdı. Həssas dəri üçün qəşəng dozator var xırda və bunu görək nə gəlir başımıza. İhtiyatla. Çox qəşəng qoxusu var yoldaşlar. Bu da sərinləndirir. Amma indi başa düşmədim. Bu o kremdən idi, yoxsa öz sərinliyi idi? Bilmədim. Çox qəşəng. Hoşuma gəldi. Super. Biraz gözləyək yoldaşlar. Hava dəysin. Studiyada həddindən artıq istidir. Baxmayaraq ki, qışdır. Üzülü sayın. Və davam edirik yoldaşlar. Qapılar biraz açın. Budur deməli Baum adlı balzamdır. Avtoşev balzam. Gördün mü? O ehtiyat edin, yəni artıq qapağı açan kimi bir nə qədərsə sıçradı. Bu da görək.
BBS-dir yoldaşlar. Çox oldu. Əllərimi yaxalayım. Yerindən sizinləyəm. Deməli, nə deyə bilərəm yoldaşlar, sabun haqqında. Sabun kifayət qədər belə deyil, premial krem sabunlara aid etmək olar. Niyə? Deməli, sürüşkənlik, filanı, qurumur, belə deyək, bu kimi əmmalar ideal bir, yəni yüksək səviyyədədir. Qoxusu belə çox incə bir qoxusu var. Heç deyə bilmərəm, belə krem, bilmədim, heç qoxu. Bu qoxular qarışdı. Çox incə qoxusu var. Hə, onu deyəcəkdim ki, bayaqları mən bunu deməli sıx olana qədər qarışdırdım ki, yəni ki, sıxlığı çox olsun. Bilmədim bura su düşdü bu tıraş zamanı, yoxsa nə? Biraz bubble'lar böyüyüb. Amma ümumilikdə performansı pis olmadı. Üstəgəl sərin etdirici belə effekti verir. Çox xoşuma gəldi. Qurumur, əsas qurumur o məsələdə. Üstəgəl də belə istifadə edəndə o belə deyək, krem şəkildə olan o kremli sabunları yox, daha çox bərk sabunları xatırlayır və xüsusilə də bu heyvan piyindən hazır olanları. Aftershave, deməli Masterman, çox qəşəng, çox klassik, çox qəşəng bir qoxusu var, heç deyə bilmərəm nədir, belə güllərin qoxusudur, çox qəşəng qoxusu var, üstəgəl sərindirici effekt verir, dərin dərhal sakitləşdirir. Hiss elədim ki, nə qədərsə alkoqolu da var, bunların burada saytı da var, arxasında. Çalışaram, əgər yadımdan çıxmasa, videonun ayarlar bölməsində bunun saytını da sizin üçün yazıb qoyaram. Ataram bir link kimi, keçid kimi olsun sizdə. Bu bizim aftershave-imiz, losyonumuz və balzamımız. Balzam yoldaşlar çox qəşəngdir. Artıq yox, hələ yapışır, hələ tam qurumayıb, çox oldu. Yəni ki, dərhal bütün o belə deyək, effektləri hamısını söndürdü. Dedi ki, bura mən baxıram. Artıq mənlikdir, yəni o sərinmə, filan hamısı getdi və hökmdarlıq elədi. Qoxusu da hələ o kremdəki kimi incə bir qoxudur. Artıq mən onu seçə bilmirəm, nə kimi qoxudur. Amma performansı çox yüksək səviyyədədir, hiss olunur. Tıraş özü ümumilikdə, yəni ki, biz təmiz BBS-ə qırxılmışıq. Yəni təmiz, bütün bu problemli yerlər filan, o yan-bu-yan. Bir-iki dənə belə çox xırda, belə deyək, çapıqlar var. O da niyə görədir ki, 5 günə yaxın üzümü qırxmamışam, bəlkə də çox, bəlkə biraz az. Və altında nələrsə o çıxıntılar başlayıb çıxmağa. Üz qırxana qalanda isə yoldaşlar, üz qırxan, deməli bilmirəm bu necədir. Əgər Coşqun abi hocamız bu videonun altında öz kommentini saxlasa, deyər ki, yəni orijinalda belədir ya yox. Deməli bu necə qırxdır? Biraz yumanı xatırladı. Niyə? Çünki tiyə deməli bu qapaq altından kifayət qədər çox çıxır. Üstəgəl qəp də çox böyükdür. Deməli istehsalçı yazılır ki 0.9-dur. Burada sanki biraz çoxdur. Üstəgəl də ekspozisiyada belə düzdür, gözlə seçmək olmur onu, amma kifayət qədər var. Üzünü böyümə istiqamətdə deməli böyümə istiqamətdə qırxanda tiyə hiss olunurdu. Hiss olunur necə? Yəni xırda belə hiss elətdirirdi ki, yəni ehtiyatlı ol. Və o taktil belə deyək hiss etmə, yəni səni yatızdırmır ki, oy mən belə komfortluyam. Yox, yatızdırmır. Ona görə də o belə deyək hissiyata uyğun üzümü qırxdım və belə deyək bucağı o hissiyata görə seçdim. Beləliklə ideal bir tıraş alındı böyümə istiqamətdə. Böyümə istiqamətdə yoldaşlar çox yaxın qırxdı. Yəni ki, adətən belə orta aqressiya belə malik olan belə üz qırxanlar belə
xüsusiyyətlərlə olan üz qırxanlar bu qədər təmiz qırxmırlar, yəni ki, birinci pərdədən. İkinci pərdədə artıq o belə deyək, o tiyənin hiss etməyi itdi, bilmirəm necə baş verdisə, adətən çox komfortlu idi, əksinə. Mən düşünürdüm ki, əksinə məni öldürəcək, yox, belə olmadı. Daha da komfortluğu artdı və effektiv idi, çox effektiv idi. Problemli yerin əsas buradır, buranı dərhal götürdü. Buraları artıq sonradan mən də burada boğazdan bəriyə ələ çıxır, aşağıdan yuxarıya. Yəni mən birinci pərdə edəndə boğazın ortasından aşağı artıq asta gedirəm ki, məhz o böyümə istiqamətinin əksinə qırxıram deyəndə. Və əksinə qırxanda artıq böyümə istiqaməti kimi alınır. Ona görə sonda bir də əks istiqamətdə qırxdım ki, bu aşağı hissələr tərtəmiz olsun. Performansı xoşuma gəldi. Gündəlik tiraj üçün onlar olmaz. Yalançı çıxaram. Yəni yalançı deyərəm. Yəni ki, biraz istəmirəm. Yalandan deyim ki, mən gərək bunu bir günə, mən deməli 2 gündür 48 saatlıq saqqalı gərək qırxım deyə bilim ki, hə, bu yarıyır gündəlik tiraja yoxsa yox. Yəni o məsələdə mən biraz yalançı çıxaram. Qaldı ki, o 5 günlük saqqalı etmədən, yəni çox gözəl qırxdı. Üstə gəl, bunun burada köpüyü deməli yönləndirən deşiklər çox effektivdir. Yəni ki, burada tıxma falan belə problemlər olmadı. Düzdür, bu sabun kremin də burada bir çox rol oldu. Yəni ki, o imkan yaratdı, o sürüşkənliyi falanın sıxlığı, hər şey öz yerində idi, qurumamışdı, hələ də öz belə deyək də, viskoziti yerində idi, belə deyək və normal keçdi deşin bu üzünə, yəni yığılırdı. Hətta bir tərəfindən bütöv üzünü qırxsaz belə, yəni ki, yığır aşağıya, yəni pis deyil. Performansı çox gözəl, çox xoşuma gəldi, indi mən bilmirəm. Original da belə qırxır, yoxsa yox. İngilislərin, İngiltərənin Edwin Jagger adlı brendin 316, yəni ki, paslanmayan poladın belə deyim, markası 316-dır və ona aid belə ad qoyublar. O da, bu da eyni qırxır ya yox, bilmirəm. Astra tiyələri hələ öz original Astra tiyələrdir, yəni ki, saxta olmayıb. Yəni performansdan artıq hiss elədim ki, özləridir. Məncə bütün iştirakçılar haqqında danışdım, yoldaşlar. Burada artıq mən sizinlə sağollaşmalı olacağım. Kiminsə hansısa bir sözünüz, kommentiniz varsa, təbii ki, buyurun bizim komment bölməsinə kommentlərini saxlaya bilərsiniz, suallarını verə bilərsiniz. Üstə gəl də like qoymağa, sonra bölüşməyə unutmayın. Bu bizim kanalın inkişafımıza çox kömək eləyir. Və ən əla, biz belə çox şad olardıq əgər siz bizim kanala abunə olsanız. Məndən bugün bu qədəri, yoldaşlar, sağ olun, gələn görüşlərinə dək.